Hər vaxtınız xeyirli olsun. Ədalət mühakiməsində son söz davam edir. Vaxtilə Ermənistanın işğal altında saxladığı Azərbaycanın suveren ərazilərində qondurma rejim yaradaraq, orada dırnaqarası müxtəlif vəzifələr tutaraq Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törədənlər bugün Bakı məhkəmə kompleksində keçirilən məhkəmə prosesində ədalət qarşısında son sözlə çıxış edirlər. Təqsirləndirilən şəxslər son sözlərində özlərini təqsirli bilmədiklərini qeyd edirlər və eyni zamanda onlar dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin və zərərçəkmişlərin hüquqi varislərini, onların nümayəndələrinin məhkəmədə səsləndirdikləri fikirlərə əks arqumentlər, əks dəlillər səsləndirirlər və ittihamla razılaşmadıqlarını bildirirlər və müxtəlif bununla bağlı fikirlər səsləndirirlər. Qeyd edək ki, ümumiyyətlə prosedur qaydalarına uyğun olaraq məhkəmə prosesində əvvəlcə dövlət ittihamını müdafiə edən prokurorlar çıxış etdilər. Məhkəmədən təqsirləndirilən şəxslərin barəsində müxtəlif cəzaların, o cümlədən 5 nəfərin barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdilər. Eyni zamanda onların çıxışlarından sonra zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri də, nümayəndələri də məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdilər və tələb etdilər. Bundan sonraki mərhələdə isə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkilləri çıxış etmişdi. Onlar da müxtəlif fikirlər, əks fikirlər səsləndirdilər və təqsirləndirilən şəxslərin barəsində məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Hazırki mərhələdə isə təqsirləndirilən şəxslər son sözlə çıxış edirlər. Ümumiyyətlə qeyd edək ki, bir neçə iclasdır ki, təqsirləndirilən şəxslər son sözlə çıxış edirlər. Bu da onunla bağlıdır ki, onlara burada öz fikirlərini ifadə etmələri üçün, son sözlərini söyləmələri üçün kifayət qədər geniş imkanlar yaradılır və şərait yaradılır. Məhkəmə prosesi hal-hazırda davam edir və biz prosesi yaxından izləyirik. Xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.